həqiqətən yəni illər öncə yəni yadımızdadır ki, Sabahda da oxşar tarihi yaşamışdı Ramil Şeydayev. Odur ki, Ramil Şeydayev müəmması burada da, yəni müəmmalar çoxdur Azərbaycan futbolunda həqiqətən. Bax, təsəvvür edin, gətirirsən futbolçunu, belə deyək, qapı kimi belə elə müqavilə təklif edirsən ki, futbolçunun o müqaviləyə qol çəkməyi ilə bütün üstünlüklər keçir futbolçu tərəfinə. İllik $500.000 maaş, mükafatlar, ayrılacağın təqdirdə də qalan maaşı, pulu ödəməlisən ki, futbolçu ayrılsın, futbolçu o cür təklifi qoyub, futbolçu ayrılarmı? Bu fonda, yəni bu transfer fonunda Ramil Şeydayev tutmadı, Neftçidə aydın məsələdir, nə qədər cəhd edilsə də alınmadı və bugünkü gündə bu problemi yaşamalı Neftçidə, nəyə görə Neftçi bu problemi yaşamalıdır, bu sualı zəhmət olmasa cavab verin, FIFA agenti olaraq. Bəli, bu hallar tez-tez qarşılanır futbolda. Burada dediyiniz kimi, birinci müqavilə məsələsidir. Mən çox səmimi bir şey deyəcəyim. Ümumiyyətlə, gənc futbolçularla işləyirik biz Azərbaycanda, hələ gənc futbolçularla. Elçin bəy, inanın ki, bəzən müqavilə gəlir bizə. Bax, tam səmimi deyirəm. Biz bir müqavilədə 29 səhv tapmışıq. 29. Bir müqavilədə 29 səhv. Neftçinin? Yox. Ümumi? Ümumi olaraq. Neftçi adı çəkilmir, ümumiyyətlə. Klublarda, yəni fərqlənən X bir klubda. Burada səhvin, yəni hərf səhvi ilə daxil edirəm. Hətta bağışlayın, klub prezidentinin adını belə səhv yazıldığını gördük yəni biz. İndi burada, baxın, bu bəlkə də azarkeş qisminə aid deyil, amma ümumiyyətlə bir menecerə, bir FIFA agentinə çox vacib bir, belə deyək də, sənəddir bu sənədlər. Oyuncu ilə siz bu işi görürsünüz. Və hələ biz, mən sualdan yayınmaq istəmirəm, sadəcə bu müqavilələr tərtib olunarkən ciddi mənada gələcək planlar, gələcək, bax, deyirsə tutar, tutmaz. Tutmazı belə nəzərə almaq lazımdır. Yəni, oyuncu əlbəttə, burada bir tərəfli pozma varsa, yəni klub bir tərəfli pozursa, oyuncu da məvacibini tələb edir. Bəli, burada göstərilən məbləği. Məbləğimi istəyirəm deyir. Yəni, o planlarını ona görə qurur. Məsələn, siz elə oyuncu olar ki, elə yaşına gəlib, adam bilir ki, məsələn, atıram, X Ərəbistan klubunda 2 milyon olacaq. Klub bunu istəyir ki, bir tərəfli ləğv eləsin. Amma istəyir ki, 500 min verib yola salsın, məsələn. Məsələn, bəli. Klub, oyuncu da deyir ki, mən 34 yaşım var, atıram rəqəmi. Yəni. Qardaş, mən bundan sonra harada 2 milyon qazanacam. Bəli. Düzdürmü? Bəli. O zaman oturum, mən bu cür pulu... Amma əvəzedicidə də oynayacaq. Oynamayacaq. Onsuz da mən bundan sonra 2 milyonu qazana bilməyəcəm. O yaşım o deyil. Bəli, bəli. Gəlib düşmüşəm də bitər. Başa düşürsünüz? Yəni, bu nöqteyi nəzərdən indi klub, mən Neftçinin böyük təcrübəsi var mənə gəlir bu proseslərdə. Orada maddələr çox önəmli. Siz indi məsələn, Juventusun müqaviləsinə bir baxsaz, Qalatasaray müqaviləsinə baxsaz, yəni maddələr nələrdir, hansı formada ola bilər? Təbii ki, yenə də baxın, mən bura hara gəlib çıxıram? Ünsiyyətə gəlib çıxıram. Ünsiyyətə. Bəli. Baxın,